Göyçayda 25 ildən bəri həllini tapmayan mülkiyyət qalmaqalı. Xələtli kənd sakini Fətəliyev Gülməmməd Piroğlu artıq bir çeyrək əsrdir ki, həm qardaşının, həm də müvafiq qurumların süründürməciliyindən əziyyət çəkdiyini bildirir. Onun sözlərinə görə, illər əvvəl özünə məxsus ata mülkünü qardaşı Fətəliyev İntiqam Piroğluna bağışlayıb. Bunun qarşılığında isə qardaşına məxsus 6 sot torpağı sahəsində yerləşən köhnə tikilini alıb. Hətta tərəflər arasında müqavilə də mövcuddur. Lakin aradan keçən 25 il ərzində nə torpaq sahəsi onun adına rəsmiləşdirilib, nə də razılaşmanın şərtləri yerinə yetirilib. Şikayətçi bildirir ki, bu müddət ərzində dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət etsə də, məsələ hələ də öz həllini tapmayıb. Gülməmməd Fətəliyevin iddiasına görə, qardaşı İntiqam Fətəliyev bu yaxınlarda ona belə deyib: "O torpağı da sənin əlindən alacam." Artıq vəziyyətdən çıxış yolu tapmadığını deyən vətəndaş bu məsələdə ölkə rəhbərliyinə müraciət edir. O, prezident cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan, eləcə də Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Mirsəlovdan problemin araşdırılmasının və ədalətin bərpasını xahiş edir. Gəlin indi vətəndaşın özünü dinləyək. Mən Fətəliyev Gülməmməd Piroğlu, Xələt kənd sakiniyəm. 25 ildir ki, mən bu vəziyyətə düşmüşəm. Tabii qardaş ata mülkündən çıxartdırıblar və öz adına olan mülkiyyətçiliyə ki, sənət verir ki. Və 25 il bunlarla olan hadisələr cəryan edir bu vaxta kimi. İcra başçısına da müraciət eləmişəm, məhkəməyə də müraciət eləmişəm. Hamısı yalnız Allahdır da vaxt verib eləməyib. Və 2000-ci ildə bu vəziyyəti mən çıxartdılar. Köhnə materialdır, söküntü materialdır, tüymüşəm ev. Sonra qardaşımla mülkiyyətçilik sənətini nə qədər istəmişəm, yəni atqaz eləyib, torpaq adıma keçirməyib, öz adına olan torpaq sənətində mən yaşayıram. Mənim adımda olanı o yaşayır. 25 ildir istədiyi istifadəni eləyib. Pulunu qazanıb, pay torpağın bir hissəsi orada qalaraq. Və qardaşım Fətəliyev İntiqam Piroğlu olaraq ata mülkiyyətini o qaldı. Adımda olan mülkiyyətdə, əsaslı mülkiyyətdə. Mən gəldim onun adına olan mülkiyyətə. Və həmən bu mülkiyyət yaşayıram, hal-hazır. 25 ildir. Daha doğrusu dəyiş-döyüş olmalıydı. Mən ona, o mənə bağışlanma yolu ilə dəyiş-döyüş eləməliydi. Yəni, heç birini eləmədi. Sonra deyir ki, yox, mən nitqoli vermirəm. Deyir ki, oranı da əlindən alacam, buranı da. Özü də mən üzümə deyib, açıq-açıq ki, oranı da alacam. İndiyə kimi heç nə eləməmişsən, mən heç nə də eləyəməyəsən. Dövlət məmurları da mən sözümü deyir, sən mən heç nə eləyəməyəsən. Görürəm ki, bax, elədir. Mən hara müraciət edirəm, boşa çıxır. Hara gedirəm, boşa çıxır. Bu dövlətdə bu, yəni mənim müraciətimi eşidib, mənə dəstək verən bir məmur olacaq ya yox. Ölkə başçımız İlham Əliyev cənablarından artıq dərəcədə xahiş edirəm, bu işdə kömək eləsin. Azərbaycan vitse-prezidenti Mehriban xanım Əliyevadan da kömək istəyirəm. Göyçay rayonunun icra başçısı cənab Orxan Mirsəlovdan da xahiş edirəm, mənə artıq dərəcədə köməklik eləsinlər. Xahiş edirəm ki, öz səhifənizdə mənim də bu müraciətimi işıqlandırasınız ki, dəstək oluna mənə. Artıq dərəcədə xahiş edirəm. Qeyd edək ki, məsələ ilə bağlı bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.